Bu Fransız təyyarəsini buradan alıb Bakıya aparıb Hemen paylaşmıştım. onun başına müqəddəs ziyarətgah kimi dolanırlar. Orada hansısa belə qəribə rituallar zıdlar həyata keçirirlər. Mənə elə təəssürat yaratdı ki, onlar bilmirlər alıb gətirdikləri şey nədir. Onun ətrafında o qədim dövrlərdə insanlar tonqalın ətrafında hay-huy belə elə bağıra-bağıra gəzirdilər. Bax, təxminən elə bir şey məndə var. Şeyimi ruhmuş. Allah hatırına beni kanatlarına al, sen apar. Vay! Acılarla Bəy, sən tək deyilsən. Əminəm ki, o mənzərəni görən, azca dünyanın gəlişindən, gedişindən xəbəri olan adamlar hamısında o təəssürat yarandı ki, o adını çəkmək istəmədiyim bir qitənin ki, yarım vəhşi vəziyyətdə yaşayan sakinləri köçün bir avadanlıq görəndə onun ətrafında halay vururlar. Bax, bir mənzərə idi ki, halay çəkirlər. İlahi, bu nədir görəsən? Rəhmətli Cahangirin vaxtında bir zornabalama rəqqasələr zadlar yığmışlar. Onda hamı hoydu-hoyduya götürmüşdür. Bu herhalde bir 10-15 il bundan əvvəl idi. Mən fikirləşirdim ki, daha bunu eləməzsə, biraz yaxşı çıxmırdı. Bu böyle cəmiyyətdə lağ elədilər. Hamı ona lağ elədir ki, bunu neyinirsiniz siz? Yəni, təyyarə almışsınız. Rəqqasələr zıdlar çıxardılar təyyarənin qabağına. Aeroporta təyyarə gəlib, xoş gəlmişsən, səfa gətirmişsən. Təkərlərin düşərli olsun, yoxsa nəmmənli, qanatların pərvazlansın. Bu təyyarə yəni marşrutdur da, insanları nəqliyyatı daşımaq üçün, yük daşımaq üçün. Bunu niyə toyla, balamanla, zurna qabanla qarşılayasan ki? Ne ihtiyaç var yəni? Çox səviyyə bir şey. Cahan bazarda pulu verib məhsul alıbsan. Yəni, ixtira eləməmsən, yerdən çıxartmamsan, özün quraşdırmamsan. O da var. Hələ ki, bu Azərbaycan istehsalı da deyil yəni. Deyəsən ki, Azərbaycanın nəsə bir alimləri yığışdı, bir dənə təyyarə düzəltdilər. Yığışdılar, ya təyyarə düzəltdilər, ya cəhənnəmə bir çotan növü ixtira edildi yer şumlamaq üçün. Onu yazasan ki, bəs pensiyalar götürüldü təxminən bu ovqatla, yoxsa başqa ölkədən gedib pulu verib təyyarə almışsan. Deyil, yəni, pulların düşməyi nə mənası var ki, orada? Baxınlar, görəsən qıraqda, ya fransızlar da onu elə yola salıblar mı görəsən? Azərbaycan. Bunlar təyyarəni sanki bir gəlin qarşılayırmış kimi qarşılayırlar. Elə şövqlə oynayırdılar, elə şövqlə o dumbuldu idi, nə bilim, qoşan ağar idi, nədir adını da bilmirəm. Yox, çox yekə bir şey var. Çox yekə bir nağar yox bir şey var. Onu elə ürəklə döyürdülər ki, mən inandırım səni ki, o şövqü mən o Qarabağ alınanda gördüm ki, yəni adamlar, o da aktyorlar o ürək qoyurdular təyyarənin gəlməyinə. Çox düşük hərəkətdir hər halda. Çalışın belə məsələləri çox da fikir verməyin. Gözünüzə sataşdırın. Belə bunu ironiya ilə sadəcə xatırlayın. Ciddi almam, bəli, gülün keçin. Tam xüffətdən ölər yoxsa ki, bunlar bu gündədirlər. Yəni, bir edəsinlər ki.